Azərbaycanda 36 dərəcə isti olacaq. Şənbə gününün havası açıqlandı. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən xəbərə görə iyulun 4-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 30-34 dərəcə isti olacaq. İyulun 4-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25, bəzi yerlərdə 27-32 dərəcə isti olacaq.